Əziz və dəyərli izləyicilər, Mərkəz TV ailəsi, hər birinizi 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik günü və həmçinin də yeni il münasibətilə səmimi qəlbdən təbrik edirəm. İnşallah ki, 2026-cı il dövlətimiz üçün, vətənimiz üçün, vətəndaşlarımız üçün, hər birimiz üçün düşərli və uğurlu olar. Ürəyinizdə olan bütün arzuların, bütün niyyətlərin həyata keçirməsi diləyi ilə bir daha hər birinizin bayramını təbrik edirəm. Növbəti il Azərbaycan daha böyük uğurlara imza atsın. Növbəti il ölkəmizdə artıq sülh müqaviləsi imzalansın. Növbəti il bir dövlət olaraq maddi və iqtisadi imkanlarımız artsın, daha da yüksəlsin və vətəndaşlarımız daha gözəl, rifah içində yaşasınlar. Hər birinizin bayramı qutlu olsun.